Yeni il ərəfəsində bazarda sıxlıq müşahidə olunur. Bəs məhsulların qiymətində bahalaşma varmı? Gəlin həm satıcıların, həm də alıcıların fikirlərini öyrənək. Bahalaşır. Her şey de bahalanır. Çok bahalıktır. İstədiyiniz kimi ala bilirsinizmi? Yok. Hiç pensiyamız özümüzü görmür. Baxırıq çoxunu ala bilmirik heç. Yeni ilin gəlməsinə sayılı günlər qalsa da, Marniyuli bazarında qiymət artımı artıq hiss olunur. Vətəndaşlar bildirirlər ki, qiymətlər gəlirlərinə uyğun deyil və bu səbəbdən istədikləri kimi alış-veriş edə bilmirlər. Bahalıq da eləyənmirik. Hər şey çox bahalıqdır. Çatdıramırıq. Birini alırıq, birini alamırıq. Cəmizə görə eləyirik. Bəs ümumiyyətlə qiymətləri necə qiymətləndirir? Sizcə gəlirinizə uyğundurmu qiymətlər? Gəlirimizə uyğun olmasa da biz bu satışa yoğunlaşırıq. Bahatçılıq deyil, lap yaxşıdır. İstədiyiniz kimi yeni il alış-veriş eləyə bilirsiniz? Eləyirik, hər şey normaldır, çox gözəl. Və hər şey bahalıqdır, nə qədər burada hər yer bahalıqdır. Bahatçılıq deyil, çox gözəldir. İstədiyimiz kimi alış-veriş eləyirik. Başlamışıq, hər şeyi aldıq. Çox razıyıq, bazar da çox gözəldir. Satıcıların sözlərinə görə isə qiymət artımı təkcə alıcılara deyil, onlara da mənfi təsir göstərir. Onlar qeyd edirlər ki, satışlar azalıb və vətəndaşlar məhsulları əvvəlki kimi kilo ilə deyil, əsasən ədədlə almağa üstünlük verirlər. Bahadır, hər şey bahadır. Alıcı alanmır qızım. Çox çətindir vəziyyət. 2 dənə. Kilo ilə alan yoxdur. Dəni ilə alınır. Çox bahadır. Qazın qiyməti neçədir? 80 lardır. Bahalaşıb bu yoxsa əvvəlki qiymətlə nə edir? Mən hamıdan düz verirəm. Cəmaət 100 manata verir, mən 80-ə verirəm. Heç kəsin pulu yoxdur, ala bilmirlər. Səhərdən dururuq belə. Biz o qədərdən vermişik ki, ona verdiyimiz yeməyin pulunu çıxarda bilmirik. Eşya yığılıblar, içəri yığmırlar. İçəri yığsalar yaxşı olar. Bahalaşma var mənə. Hər şey də bahadır. Pendirdə 10 manat, 11 manat. Əvvəl neçə idi? İl əvvəl eləyirdi qızım. Çox bahalıq yoxdur. Yəni bahalaşmır. Bahalaşmır yox. Bəs tələbat necədir? Tələbatla mənim bax belə, amma heç yaxşı satan veririk, bizə yaxşı yer vermirlər. Nəyə görə satamırsınız? Mənim oradan bura köçdük, buradan hara köçək. Orada gedirik, çek pulu çox alırlar, nə qədər? Ölüm yox, alıcımız yoxdur. Düzdür, hər şey də var bazarda. Amma bahatçılıq satdıq. Həməki vəziyyətdədir, alan yoxdur. İçəri girən yoxdur gənə. Girmirlər içəri. Gənə gətdiniz oraya eşyə doldurdunuz, eşdədir xalq. İçəri girmirlər. Gələn eşdən alır, gedir.